Siz de maşınlar haqqında yuxu görmüsünüz. Bu yuxuların mənası nədir? Yuxular qəribə və ecazkar şeylərdir. Onlar bizi gündəlik həyatımızdan uzaqlaşdırır və fərqli bir aləmə aparır. Gözlərimizi yumuruq və hər şeyin mümkün olduğu bir dünyaya giririk. Bu dünya bizim xəyal gücümüzün məhsuludur. Quş kimi uça və ya balıq kimi üzə bilərik. Bu yuxular bizə sərhədsiz azadlıq hissi verir. Yuxular çaşdırıcı ola bilər, amma eyni zamanda mənalı da ola bilərlər. Onlar bizə dərin düşüncələr və hisslər gətirir. Maşınlar müasir həyatımızın böyük bir hissəsi olduğuna görə yuxularımızda tez-tez görünürlər. Onlar bizim gündəlik həyatımızın bir parçasıdır. Azərbaycan mədəniyyətində yuxuda maşınlar çox vaxt həyat yolculuğumuzun simvolu kimi qəbul edilir. Bu yolculuq bizim həyatımızın müxtəlif mərhələlərini əks etdirir. Onlar irəliləyişimizi, məqsədlərimizi və istiqamətimizi təmsil edə bilərlər. Hər bir yol ayrıcı yeni bir seçim və yeni bir istiqamət deməkdir. Yeni maşın yuxusu görmək çox vaxt müsbət əlamətdir. Bu, həyatınızda yeni bir mərhələnin başlanğıcını simvollaşdıra bilər. Bu, qarşınıza yeni imkanların çıxacağını göstərir. Yeni iş təklifləri və ya karyera yüksəlişləri ola bilər. Yeni bir işə başlaya, yeni bir münasibətə başlaya və ya yeni bir şəhərə köçə bilərsiniz. Həyatınızda böyük dəyişikliklər ola bilər. Yeni maşın həm də şəxsi inkişafı və müstəqilliyi təmsil edə bilər. Bu, özünüzü daha güclü və müstəqil hiss etdiyiniz bir dövrü göstərə bilər. Lakin zədələnmiş və ya qəzalı maşın yuxusu görmək xəbərdarlıq əlaməti ola bilər. Bu, diqqətli olmağınız lazım olduğunu bildirir. Bu cür yuxu oyanıq həyatınızda maneələrlə və ya çətinliklərlə qarşılaşdığınızı göstərə bilər. Həyatınızda bəzi problemlərlə üzləşə bilərsiniz. Özünüzü yorğun və ya nəzarəti itirdiyinizi hiss edə bilərsiniz. Bu, həyatınızda balansı bərpa etməyiniz lazım olduğunu göstərə bilər. Bəs maşın oğurlamaq yuxusu görmək? Bu, daha dərin mənalar daşıya bilər. Bu yuxu tez-tez günahkarlıq və ya vicdansızlıq hisslərinə işarə edir. Bu, keçmişdə etdiyiniz bir səhv hərəkəti düşünməyinizə səbəb ola bilər. Yuxu sizi vicdanınızı araşdırmağa və hər hansı bir səhv hərəkətinizi düzəltməyə təşviq edə bilər. Bu, özünüzlə barışmaq üçün bir fürsət ola bilər. Yuxuda maşın almaq çox vaxt tərəqqi və müsbət dəyişiklik əlamətidir. Bu, həyatınızda yeni bir mərhələyə qədəm qoyduğunuzu və ya böyük bir uğur əldə etdiyinizi göstərə bilər. Bu, düzgün qərarlar verdiyinizi və düzgün istiqamətdə irəlilədiyinizi göstərir. Həyatınızda irəliləyiş və inkişafın simvolu ola bilər. Yuxuda qırmızı maşın çox vaxt ehtiras, enerji və güclü emosiyalarla əlaqələndirilir. Bu, həyatınızda daha çox həyəcan və macəra arzuladığınızı göstərə bilər. Maşın sürmək yuxusunun kontekstdən asılı olaraq bir çox fərqli mənası ola bilər. Hər bir detal yuxunun mənasını dəyişə bilər. Səlis və inamla maşın sürürsünüzsə, bu, həyatınıza nəzarət etdiyinizi və yaxşı irəliləyiş əldə etdiyinizi göstərir. Bu, özünüzə olan inamın və məqsədlərinizə çatmaq üçün doğru yolda olduğunuzu göstərə bilər. Lakin maşın nəzarətdən çıxıbsa, bu, özünüzü yorğun və ya stresli hiss etdiyinizi göstərə bilər. Bu, həyatınızdakı bəzi sahələrdə nəzarəti itirdiyinizi və ya çətinliklərlə üzləşdiyinizi göstərə bilər. Yuxuda maşın satmaq bir dövrün və ya keçid dövrünün sonunu təmsil edə bilər. Bu, həyatınızda bir mərhələnin bitdiyini və yeni bir başlanğıcın yaxın olduğunu göstərə bilər. Yuxuda maşın itirmək narahatlıq və ya istiqamət çatışmazlığı əlaməti ola bilər. Bu, həyatınızda bir şeyin itirildiyini və ya istiqamətinizi itirdiyinizi hiss etdiyinizi göstərə bilər. Yuxu sizə həyatda nə istədiyinizi anlamaq üçün biraz vaxt ayırmağınızı deyə bilər. Bu, özünüzü daha yaxşı tanımaq və gələcək planlarınızı düşünmək üçün bir fürsət ola bilər. Yuxular özünü kəşf etmək üçün güclü vasitələr ola bilər. Yuxularımızdakı simvollara və mesajlara diqqət yetirməklə düşüncələrimiz, hisslərimiz və motivasiyalarımız haqqında çox şey öyrənə bilərik. Maşınlar haqqında yuxu görsəniz, yuxunun sizə nə demək istədiyini düşünmək üçün biraz vaxt ayırın. Yuxuların dilini başa düşməklə bilinçaltı zehnimizin gizli müdrikliyini aça bilərik. Yuxular münaqişələri həll etməyimizə, daha yaxşı qərarlar verməyimizə və daha dolğun həyat sürməyimizə kömək edə bilər.